6-cı sinif riyaziyyat dərsliyinin 2-ci hissəsindən səhifə 52-dəki misalların izahı. Misal nömrə 1. Tələb olunan bucaqları tapın. Mən üstündə işləmişəm, yəni qısa olsun deyə sadəcə izahını verəcəm ki, niyə mən bu formada izah eləmişəm, yəni həll eləmişəm. Birinci misal. A vəndində bizə SGF yəni 180 dərəcəlik bir bucaq verilib və onu iki hissəyə ayırıblar. Biri SGD, biri də FGD. FGD bucağını veriblər ki, 150 dərəcədir. Bizdən DGS bucağını istəyir. Və bunu tapmaqdan ötürü də biz bilirik ki, 180 dərəcədən 150 dərəcəni çıxırıq və 30 dərəcə alınır və bu da cavabdır. B variantı. B variantında bizə qarşılıqlı və qonşu bucaqlar düsturundan istifadə edəcək. Yəni ki, burada bizə 128 dərəcə verilən SOT bucağının qarşı bucağı, qarşılıqlı bucağı POR-dir. Yəni, burada 128 dərəcə olur. Ancaq TOR bucağını tapmaqdan ötürü, qonşu bucağı tapmaqdan ötürü biz, demək, qonşu bucaqların cəmi 180 dərəcədirsə, 180-dən 128 dərəcəni çıxırıq və 152 dərəcə alınır. S bəndi. S bəndində bizə RPN bucağını tapmağımızı istəyir. Bunu tapmaqdan ötürü, demək, bu hissəmiz 90 dərəcədir. Bura artıq 15 dərəcə verilibdir və buradan bizə istəyir tapmağımızı. Və buranı tapmaqdan ötürü də biz 180 dərəcədən 90 üstəgəl 15, yəni 105 dərəcəni çıxırıq. Və bu da 75 dərəcə cavabını verir. D bəndi. D bəndində biz həm qarşılıqlı, həm də qonşu bucaqlar qaydasından istifadə edəcəyik. Burada biz birinci 68-in qarşısındakı bucaq, yəni bura 68 olacaq. Bunun qarşısıdır. Demək, bura 40 olacaq. Çünki bura bunun qarşısıdır. Bura 40 olacaq. İndi 40 olduğuna görə buranı tapmalıyıq ki, nə olduğunu bilək. Demək, 180 dərəcədən 40 və 68-in cəmini çıxırıq. Bu da bizə 180 çıxılsın 108, o da eləyir 72 dərəcə. Yəni AOC bucağımız 72, EOB bucağımız da 40 dərəcədir. İkinci misalda bizdən qonşu və qarşılıqlı bucaqların xassələrindən istifadə etməklə tələb olunan bucağı tapın deyilir. Birincisinə baxaq, A variantı. Demək, X üstəgəl 30, CGD'dir. DGF bucağı da bizə X verilibdir. Bizdən FGD, yəni DGF bucağını istəyir. Bundan ötürü qonşu bucaqlar qaydasından, yəni qonşu bucaqların cəmi 180 dərəcə düsturundan qaydasından istifadə edirik. Yəni, X üstəgəl 30, üstəgəl X bərabərdir 180 dərəcə olacaq. 2X bərabərdir 180, çıxılsın 30. Yəni, buradakı 30-u bu tərəfə keçirdik. Buna görə mənfi 30 oldu. 2X də bərabər 150 olarsa, X-imiz də 75 dərəcə olur. Və buna görə də cavabımız 75-dir. B bəndində bizə qarşılıqlı və qonşu bucaqlar lazım olacaq. Çünki bunun X üstəgəl 60-ın qarşısı yenə X üstəgəl 60 olur. Buna görə də elə POR bucağını tapmaqdan ötürü biz X üstəgəl 60 üstəgəl 2X bərabər 180 dərəcə və bunu istifadə edərək 3X bərabər 180 çıxılsın 60. Yəni, bunu yenə bu tərəfə keçirəndə mənfi 60 olur. Yəni, çıxma gedir. 3X bərabər 120 olarsa, X-imiz də 40 olur. Ancaq bizdən POR bucağını istədiyinə görə 40-ın üstünə 60, 100 dərəcə edir. Cavabımız 100-dür. C bəndi. C bəndində bizdə bucaq TRS bucağının cavabını istəyir, neçə dərəcə olduğunu.
Demək, yenə 2x üstəgəl 45 bərabərdir x üstəgəl 55 dərəcə edəcək. Çünki burada artıq bunlar qarşılıqlı bucaqlar verilibdir və bunlar da bir-birinə bərabər olur. Buna görə də x-i bu tərəfə keçirsək mənfi x olur. 2x-dan x çıxanda x qalır. 45-i də sağ tərəfə keçirəndə 55 çıx 45 10. X-imiz 10 edir. Və bizdən TRS bucağını istədiyinə görə bu bucağı tapmaqdan ötürü 180 dərəcədən qonşu bucağa çıxırıq. Və bu da x üstəgəl 55 dərəcə 65 dərəcə eləyir və 180-dən də 65 çıxanda 115 dərəcəni verir. D bəndi. D bəndində artıq bizdən BTA bucağının dərəcə ölçüsünü istəyir. Bundan ötürü biz yenə qonşu bucaqlar düsturu ilə qaydası ilə gedirik. 5x üstəgəl 40 üstəgəl x üstəgəl 20 bərabər 180. Bununla bunu toplayanda 6x üstəgəl 60 bərabərdir 180 və 6x-imiz da buna keçirəndə 120, x-imiz da 20 eləyir. Və x-imizi 20 tapdığımıza görə artıq BTA qonşu bucaq olduğuna görə x üstəgəl 20-miz də qarşılıqlı bucaqdır onunla və buna görə də x üstəgəl 20 x-imizi 20 tapdıq, 20 üstəgəl 20 40 cavabını verir. Digər sualları cavablandırın. A. BD şüası ABC bucağının tənbələnidir. ABC bucağı ABD bucağından 50 dərəcə böyükdür. ABC bucağı neçə dərəcədir? Biz bura bir dənə ABC bucağı çəkirik. Birinci bucağı çəkək, sonra tənbələni çəkərik. ABC. ABC bucağının tənböləni BD şüasıdır. BD. Biz bilirik ki, tənbölən bucağı bərabər şəkildə bölür. Yəni, bura x-dırsa, burada x olur. Ona görə cavabımız 2x-ə bərabər eləyirik. Və bu da ABC bucağı ABD bucağından 50 dərəcə böyük olduğu üçün biz bu şəkildə yazırıq. Və tənliyimiz bu şəkildə olur. 2x bərabərdir, x üstəgəl 50. Və 2x-imizdən də x-i sola keçəndə x, yəni x bərabərdir 50 qalır. Və bizdən də ABC bucağı neçə dərəcə olduğunu soruşduğuna görə demək 2x eləyir. Yəni bayaq da çəkdik ki, x. Demək 2x ABC bucağına bərabərdirsə, biz də 50-ni vururuq 2-yə 100 dərəcə. Demək 100 dərəcədir. B bəndi. Qonşu bucaqların dərəcə ölçüləri 2/8 nisbətindədir. Bu bucaqlar hər biri neçə dərəcədir? Bu zaman biz ya belə də hesablaya bilərik. 2k üstəgəl 8k tənlik kimi. Bərabər 180, 10k bərabər 180, k-mız da 18 olur. Və yaxud da birbaşa 180 bölünsün 2 üstəgəl 8 formasında da hesablaya bilərsiniz. Yenə də 18 cavabını verir böləndə. Yəni, bura 10, burada 180-ə 10-u böləndə 18 eləyir. Mən tənliklərlə daha çox işlədiyimə görə tənlik formasında eləyirəm. Bu bucaqların neçə dərəcə olduğunu tapsaq, 8k, 8 18-ə vuranda 144, 2k, 2-ni 18-ə vuranda 36 eləyir. C bəndi, bir bucağa qonşu olan bucaqların cəmi 100 dərəcədir. Bu bucaq neçə dərəcədir? Qonşu bucaqlar var. Bir bucağa qonşu olan bucaqların cəmi. Bir dənə bucaqdır. Yəni ki, bu bucağa 2 dənə qonşu olan bucaq. Cəmi 100 dərəcədir. Demək, bura x, bura x. Demək, 2x bərabər 100 dərəcə olur. Onda x-imiz də 50 dərəcədir. Və bu bucağı tapmaqdan ötürü qonşu bucaqdan qaydasını istifadə eləsək, 180-dən 50-ni çıxsaq, 130 dərəcə alınır. Dördüncü misal, üçbucağın bucaqlarını və tərəflərini ölçün, bucaqlarına və tərəflərinə görə növünü müəyyən edin.
Bunu artıq yəni siz baxsız transport vasitəsilə bucaqlarını ölçəcəksiniz və bucaqlar ölçdükdən sonra isə bunların tərəflərinin bucaqlarının növünü müəyyən edəcəksiniz. Məsələn, bir də A variantına baxsaq, A variantında bunlar iti bucaq kimi görsənir. Bu da kör bucaq kimi görsənir. Yəni kör bucaqlı üç bucaq ola bilər. Yəni ki, təxmin yürüdürəm sadəcə. Digərlərini də siz özünüz tapacaqsınız. 5-ci misalda üç bucağı çəkin və növünü müəyyən edin. Bir tərəfi 6 sm, bu tərəfə bitişik bucaqlar isə 30 və 50 dərəcədir. Bu misalda özünüz edəcəksiniz. Yəni bir dənə belə xətt çəkib 6 sm-lik xətt çəkib bu tərəfindən qoyursuz bu formada etdikdən sonra da bu tərəfdən belə eləyib bitişdirib çəkəcəksiniz. Yəni ki, transporter və xəttkeş vasitəsilə edəcəksiniz bu misalı. Və 6-cı misala keçək. 6-cı misalda rəssam şəkli çəkmək üçün köməkçi düz xəttlərdən istifadə etdi. Şəkildə bu düz xəttlərdən bir neçəsi və bəzi bucaqlar təsvir edilib. Şəkildə qonşu və qarşılıqlı bucaqları müəyyən edin. O şüası DOE bucağının təm böləni olarsa, bu bucağı dərəcə ölçüsünü tapın. SOE bucağının dərəcə ölçüsünü tapın. Bir də OE şüasının GD düz xəttinə perpendikular olduğunu necə əsaslandırmaq olar? Demək, şəkildə qonşu və qarşılıqlı bucaqları müəyyən edin. Bu şəkildə baxaq. Bu qarşılıqlı bucaqlardır. Bununla bu qarşılıqlı bucaqlardır. Və bu bucaqla bu qarşılıqlı bucaqlardır. Bundan sonra isə qonşu bucaqlara keçək. Qonşu bucaqlar, yəni bununla bu qonşu bucaqlardır. Yəni cəmi 180 olmalıdır. Bununla da bu qonşu bucaqlardır. Çünki bu cəmi 180 dərəcə olmalıdır. Sonra bunlar qonşu bucaqlardır. Bir də bunlar qonşu bucaqlardır. Yəni eləməliyik ki, cəmləri 180 dərəcə olmalıdır. Bundan sonra digər tapşırıq OB şüası demək nədir? DOE bucağının təm bölənidir. DOE-nin təm bölənidir. Bu zaman bucağın dərəcə ölçüsünü tapın. Bu təm bölən olarsa bunu tapmalıyıq. Bunu tapmaqdan ötürü birinci belə hissəsi işləyirik. Demək, bura 180 dərəcədir və bizə 135 dərəcə verilibdir. Buna görə biz 180 dərəcədən çıxırıq. 135, 170 dərəcə edir. Demək, 10 dərəcəmiz qalır. Burada 10 dərəcədir. Və bura 10 dərəcədirsə, bura dipdiri, yəni ki, DOB bucağımız 45 dərəcədir. Bura 45-dirsə və bu da təm böləndirsə, demək 2 bərabər dərəcəyə bölübdür. Və burada 45 dərəcə olur. Və bizdən DOE bucağını dərəcəsini istəyirsə, 45 üstə gəl 45 DOE bərabərdir 90 dərəcə edir. Yəni düz bucaqlı üç bucaqdır. Sonra bizdə nə deyilirdi? COE bucağının dərəcə ölçüsünü tapın. Demək, COE. Biz buranı 10 dərəcə tapmışdıq və buranı da 45 dərəcə tapmışdıq. Bucaq COE bərabərdir 10 ilə 45-i toplayanda 55 dərəcə edir. Bərabərdir 55 dərəcə. Sonra OE şüasının GD düz xəttinə perpendikulyar olduğunu necə əsaslandırmaq olar? Biz DOE bucağını 90 dərəcəlik bucaq almışdıq. Başqa bir rənglə göstərim. Buranı biz 90 dərəcəlik almışdıq. Və biz bilirik ki, perpendikulyar olduqda yəni düz bucaq yaradır.
Və burada düzbucaq yaradıldığına görə, demək bu perpendikulyardır. Sağ olun, bu qədər. Gələn görüşlərə dək.